Tamaşamız başlamak üzəredir. Zəhmət olmasa telefonlarınızı səssizə alın. Digər teatrlardan fərqli olaraq çəkiliş sərbəstdir. Xoş izləmələr. Elizabeth bacılarına baxanda daha ağıllı və fərasətlidir. Bax, bu kifayət eləyər? Yox, nə badə belə eləsin. Mr. Bennet, adam da İstanbul'da adamlarına qarşı bu qədər qəddar olar mı? Nesinin tanrı qızlarımızdan nə artıqdır? Gözəlliklə Zeynə, hədəliklə Ligyaya çatmaz. Amma sənin gözünün bircə ağı qarası odur. Yox, deyirsən sən mənim əsərlərimi oynamaqdan zövq alırsan. Səhvim var əzizim. Mən sənin əsərlərinə böyük hörmətlə yanaşıram. Onlar mənim köhnə dostlarımdır. Görürsünüz, onun mənə heç ürəyi yanmış. Ana, Kaş bir oğlumuz olaydı. ana, şərt sən sanamıyorsun. Sonunda isə hər zaman bərabərində xeyir gətirdin sözləri. Allah bu tərəfə gəldi. Değil, güzel. Mrs. Bingley, Mr. Bingley sizinle ve kızlarınızı tanıştırmak istediğini dile getirdi. Nezaketiniz için çok teşekkür ederim Mr. Bingley. Jane, büyük kızım, Elizabeth, Mary, Katie ve balaca kızım Lydia. Mr. Bingley, rəqs etməyə xoşlayırsınız mı? Bəli, madam. Bəlkə şimdi sizə ilk məsələ söz verməyimizə, onu növbəti rəqsə dəvət etmək istəyirəm. Xeyr, heç kimə söz vermədim. Bəs siz, cənab, rəqs etməyə xoşlayırsınız mı? Çox üzr istəyirəm. İcazə verin sizə yaxın dostum Mr. Darcy'ni təqdim edin. Xeyr, çox nadir olardı. O kimdi ki özünü bu kadar yüksek bir hesap etmiş? Mr. Bing'in en yakın dostudur. Onun dışarıda büyük bir mülk ve büyük bir serveti var. Bing'in serveti onun için hiç nedir? En az ilde 10 bin sterling kazanır. He, kızlar, siz de o indiye kadar gördüğünüz en yaraşıklı olan değil mi? Görəsən o bu qədər varlı olmasaydı yenə də yaraşıqlı olardı. Amma Mr. Bing'i düşündüğümüzdən də yaraşıqlıymış. Eynilə anamın dediği kimi o Jane'i görən kimi rəqsi dəvət. O çox ağıllı bir adam.
Gəl sən də rəqs et. Sən belə yalqız, dinməz görməkdən zəhləm gedir. Yox, özün bilirsən ki, tanımadığım insanlara rəqs etmirəm. Həm də sənin ətrafında çox gözəl partnyorlar var. Mən də burada elə bir qız görmürəm ki, onunla oynamaq mənə əzab olmasın. Mən sənin kimi vasitəsiz deyiləm, Darcy. Amma Tanrıya and olsun ki, heç bu qədər gözəl qızı bir arada görməmişdim. Bu salondakı gözəl qızlar sən rəqs edirsən, bilmirəm. O düzdür, mən indiyə kimi belə gözəl qızla tanış olmamışdım. Amma onun bazılarından biri də elə buradadır. Qoy partnyoruma deyil, sizi tanış etsin. Hansını deyirsən? Belə dözülməyəcək qədər deyil, amma məni hal-mal eləmədi. Həm də diqqətdən kənara qalan leydilərə təskinlik verməyə halım yoxdur. Ən yaxşı bildir. Sən get partnyorumun yanına və onun gülüşünə toxunayım. Mən elə burada əbəssilə vaxt istəyirəm. Dözülməyəcək. Mənim əziz qardaşım. Miss Caroline Finn, Charles Bey'nin bacısı. Deyəsən ziyafət çox xoşumuza gəlir. Bəli, mən insanları salamlayıram. Onlarla tanış olurum. Ziyafətdən kifayət qədər zövq almağa çalışıram. Elə məhz buna görə də nə yaxşı ki, həyatınızda varam. Yoxsa sizi bu cür mükəmməl əlaqələr qurmağınıza kim mane ola bilərdi? Charles, sən çox gözəl görünürsən. Mən yox, bazım demək istədim yəqin ki. Ha, sən onun bildiğinə rəqsindən bəhs edirsən. Elə bildirin hamımız yığılışmışıq ki, onların sərədətinə tamaşa edəyik. Əzizim, şübhəsiz ki, Mr. Bill'in Jane'dən xoşu gəlir. Amma düşünürəm ki, bacım ona kömək eləməsə, bu əsas sevgiyə çevrilə bilməyəcək. Uzağı ondan xoşu gələcək. Jane'in təbiəti belədir. Bir halda ki, mən onun Mr. Bing'inin ona qarşı, bir halda ki, mən onun hisslərdə bələdəm. Mr. Bing'i də bir zəhmət bələd olur. Yoxsa deməli onu yetəri qədər sevir. Lizzie, yaddan çıxarma ki, Mr. Bill Jane sən tanıdığı qədər tanımır. Əgər bir qadın bir kişini sevirsə, hisslərinin qarşılıqlı olub-olmadığını bilməlidir. Deməli, o yetəri qədər bacımı sevmir. Onun xasiyyətinə bələd olmalıdır. Ah, əzizim, bax, onlar sadəcə bir neçə dəfə rəqs ediblər və bununla onlar bir-birlərinin musiqi zövqlərinə və ya rəqs zamanı bir neçə dəfə ayaqlarını tapdaladıqlarına bələd ola bilərlər. Lizzie, mən Jane'in sadəcə ürəkdən arzulayıram. İstəyirəm ki, elə günü sabahda Billy tam tanıyıb elə ona da ərə getsin. Amma bu işlər vaxt məsələsidir. Getdiklər bir-birlərini nə qədər tam tanımış olsalar da, təzadlar tez üzə çıxır. Və bu zaman düşünürəm ki, bəzən də çox tanıyıram, evlənmək. Gülməyimə baxma, sən bilirsən ki, bu ağla bakan deyil. Sən özünü heç vaxt tanımaza bilməz, ərə getməzsən şahid. Miss Eliza, niyə rəqs etmirsən? Mr. Darcy, icazə verin bu gənc leydini sizə ən gözəl partnyor kimi təqdim edim. Əminəm ki, bu cür gözəlliyin qarşısında rəqs etməkdən imtina etməzsiniz. Miss Elizabeth, növbəti rəqsə mənə qoşularsınız. Xeyr, mən rəqs etmək istəmirəm. Bu tərəfə də özümə tərəf müqabilə axtarmaq üçün gəlməmişəm. Miss Elizabeth, məni bu cür tamaşadan məhrum etmək ən böyük insafsızlıq olardı. Rəqs etməyi sevməyən cənab, sənin qarşında yarımcı saat oynamağa heç də etiraz edən oxşamır. Mr. Darcy əsl nəzakət mücəmməsidir. Lakin sadə və bayağı nəzakət nəvəsi öldürə bilər. Necə ki, duyğusuz yazılmış sevgi şeirləri eşqi öldürdüyü kimi. Deyirlər şeir eşqin nəbzidir. Bəs siz Miss Elizabeth, münasibətlərinizi gücləndirirsiniz. Rəqs edərək Mr. Darcy, partnyorunuz dözülməyəcək qədər görkəmsiz olsa da. Məni indi deyə bilərəm ki, sizlə fikirləşirsiniz. İnanmıram. Siz fikirləşirsiniz ki, bu sayaq məclisdə iştirak etməyə, bu cür adamların ətrafında olmağa adam nə qədər dözər. Onların zövqsüzlüyü, səs-küyü, bəsitliyi yetməzmiş kimi təkəbbürləri. Təxminləriniz tamamilə yanlışdır. Əksinə, bu səfər daha nikbin fikirlərə köklənmişdir. Fikirləşirdim ki, gözəl bir qadının füsunkar gözləri insana nə qədər zövq, səfa verə bilərmiş. Necə? Darcy.
Lidya'yla ben bütün rəqslərdə iştirak etdim. Ama Mary hiçbirində yazmır. Məncə müşahidə və düşüncənin gətirdiyi mükafatlar daha qiymətlidir. Əzizim, bir gözəl vakitdir, gəl görəsən. Kaş axıra qədər orada olaydım. Hamı qızımızın gözəlliyindən danışırdı. Mr. Bingley'ın mənlə iki tərifləmək. Onunla düz 2 dəfə rəqs elədi. Özü də bunu sadəcə Jane elədi. Ondan sonra Miss King, 4-cüsü Maria Lucas'la, 5-incisi Mrs. Lucas'la, 6-cısı... O adamın mənə aslında rəhmi olsaydı bu qədər oynamazdı. Mənim nəyimə lazım olan bütün partnyorlarını bilmək. Kaş elə birinci rəqs ayağı ısınaydı, mənim də canımda şəkildən qurtulaydı. Ata, anam seni hanımların giyimlerinden de danışacak. Ata, kimleri harda necə giyinip siz bunların hamısından anlatmalısınız. Bana bakın bir. Siz benim Lidya'nızın bakımlarınızı yaşını görün. Tez olun, tez olun. Əzizim, o elə yaxşı oğlandı. Əsil centilmen. Bir də o yanındakı Mr. Darcy. Mr. Kim? Mr. Lova ve nezaketsiz genç Mr. Darcy. Elə göğünden gelirdi ki ondan rəqs eləməyə də dəyməzdi. Aferin Elizabeth. Ürəyini buz kimi saxlarına, mən dünya dağılsa da ona rəqs etməzdim. Hərçənd o mənim zövqümə belə uyğun deyildi. Miss Bingley dedi ki, Mr. Darcy çok danışan değil. O ancak yakın bir adamlarla danışır. Aslında ona şən və yüksək hesab edirlər. Mən onun biraz qürurlu olmağında bir problem görürəm. Yaraşıqlı, cavan oğlandı, əsil nəcabəti, var dövləti, bir sözdə hər şey var. Mən onun qürurlu olmağına göz yumardım, əgər o mənim qüruruma toxunmasaydı. Bence Google çok geniş yaymış sanırım. Okuduklarım da bunu təsdiqləyir. Təkəbbürlə qürur tamam ayrı şeylərdir. Hərçənd insanlar ikisini də oxşar mənada işlədirlər. İnsan təkəbbürlü olmadan da qürurlu ola bilər. Qürur bizim özümüzə aid elədiyimiz anlayışdır. Təkəbbür isə başqalarının bizə şamil elədiyi söz. Mary, sən çox düzgün vurguladın. Amma mən Mr. Darcy'nin sənin qədər ağlı olduğunu hesab edirəm. Onun kimi adamlara belə müqayisələr çox uzaqdır. O sadəcə lovğa, varlı bir əsilzadədir. Bundan artığı deyil. Anacığım, halama beşlik gel. O kadar verir ki bölgeye yeni bir salay getirdim. Alay bütün kışın burada geçirecekmiş. Ana, halam haber verir ki Polkovnik Foyster'la Kapitan Carter'ı da Miss Watsongill'de gördüm. Onları artık daha çok Clark'ın kitap arasında görür. Biz onları hemen görürler her gün. Sizin bu danışığınızdan elə başa düşdüm ki, elə bu ölkədə ən sərəkli siz ikilisiz. Düzdür, çoxdan fikirləşirdim, amma indi laf arxayın oldu. Əzizim, senin öz doğmaca evladlarını sərək hesab eləmək məni lap dəhşətə gətirir. Mən ola bilər ki, başqalarının evladları haqqında belə pis, xislət dolu, dəhşətli ifadələr işlədib bunları təhqir edirəm. Amma öz uşaqlarımız haqqında bunu əsla eləmərəm. İş orasındadır ki, bizim qızlarımız lap olmalı. Şükürlər olsun ki, bu yeganə məsələ deyil ki, bizim fikirlərimiz üst-üstə düşmür. Lakin, ümidvaram ki, nahara çağırdığım qonaq haqqında da belə ortaq bir yol taparıq. Kimi nəzərdə tutursan əzizim? Centilmenliği. Tanıyırım yoksa yad adamdı. Ata, yoksa Mr. Bingley yoksa ders elbise. Başka adam. Demek ki Mr. Bingley. Ahmet bugün balık yemeği tapşırmamışam. Başqa adamdır. Sözün düzü indiyə kimi üzünü belə görməmişəm. Söhbət mənim uzaq qohumum Mr. Collins'dən gedir. Mr. Collins mənim uzaq qohumdur və mən öldükdən sonra mənim ilmi onun adına işləsin. Və istəsə, sizi bu evdən qova da bilər. İngiltərənin vərəsəlik qanunlarına görə mülk evin yalnızca oğlanına və ya kişilərdir. Əgər evdə belə birisi yoxsa, uzaq qohumlardan birilərdir. 5 qızım varsa da bu qanun belədir. Qayda belədir. Ədalətli deyil. İlahi! Onun adını eşitmək belə məni məhv edir. Yox, mən çətin sakitləşəm. Onun ümumiyyəti sənə məktub yazmaqdan qəbsizlikdir. Atası mənə qədər düşmənçilik elədi, indi dost olmaq qərarına gəlib. Xeyr ola! Xeyirdir, özdə lap sənin rəyini yatan xeyirlərdən. Məktub oxusan hər şeyi başa düşərsən. Amma gördüyün buna gərək belə qalmayacaq. Hər şey öz gözlərinlə görəcəksən.
Bennett. Hoş geldiniz Mr. Collins. Hoş geldiniz Mr. Collins. Xoş gördük. Özdə çox xoş. Sizin necə gözəl, alicənab, nəvazişli qızlarınız var madam. Elde etdiyi kimi də var imiş. Beşi də bir-birindən gözəldir. Jane aralarında en güzelidir. Ama Elizabeth de özüne göre güzeldir. Deməli belə. Mən onların hamısını bir mələk üstündə görürəm. Bir rahib kimi. Ben baştan diyeyim ki Jane tezlikle nişanlanacak. Ama diğer kızların ders geçirmesi için kifayet kadar subayı var. Yəqin ki, siz mülk məsələsini nəzərdə tutuyorsunuz, madam. Etiraf etməliyəm ki, bugün bura bu gənc leydilərin gözəlliyinə heyran olmaq üçün gəlmişəm. Sadəcə onu deyə bilərəm ki, mənə bu həyatda Lady Catherine de Bourgh'un himayəsinə götürülmək xoşbəxtliyi nəsib olur. Bir halda ki, o mənim tezliklə evlənməyimi tək deyil. Tək şərti odur ki, mən seçimimi çox diqqətlə edim. Ah, bunun sizin için nece büyük bir şeref olduğunu az çok tahmin edebilirim Mr. Collins. Mən Lady'mizdə gördüyüm inayəti, böyüklüyü, mərhəməti heç bir kübar dairələrdə görməmişəm. Hətta onu da deyərdim ki, onun valih edici qızı Hersoginya olmaq üçün doğulur və istənilən insanı şərəfləndirən ali titulu kölgədə qoya biləcək mübarək bir məfhumdur. Lady bu cür komplimentləri çox sevir. Özünüz də çox məharətli adamsınız ki, belə səlis ilişkiniz var. Soruşmaq olar ki, bu komplimentləri əvvəlcədən eşitmək, yoxsa bədahətən gəlir. Adətən bədahətən gəlir. Ancaq bəzən xüsusi vəziyyətlər önü kompliment fikirləşməkdən də ayrıca zövq alır. Bir də ki, belə bir məsələ var madam. Sizin mülkünüzü miras alacaq şəxs olaraq bizdən kürü çiynlərmə yüklüyüb xəcalətimin altında əzilməmək adına əgər söylənildiyi kimi gözəl və alicənab qızlarınız varsa, ola bilər ki, onlardan biri ilə yaxından tanış olun, tanıyın, sonra da evlənin. Cevap Collins. Sözümü affettirmək üçün tabii. Bəli, bəli, sadece siz nece değişmiş söylədi. Ondan sonra seçirsiniz Mr. Collins. Ola bilər seçimlər içində mən də olum. Bir də ki mən həllədən nəfəs alıram. Buyurun Mr. Collins, yemeği otağına geçin. Ah, siz bir bilseniz ki ben bu menüyü hazırlamaktan ötürü nece gece uykusuz kaldım. Bu nə var sizin qarşısında baş əyəm adam? Livia, benimle gel kızım, benimle gel. Əcəb adamdır. Səncə o çox ağıllıdır, yoxsa özünə razı? Bunu o hər hansı birimizlə evləndiyimizdə öyrənmiş olacağıq. Amma yəqin ki, bu sən olmayacaqsan. Çünki sənin artıq nişanlın var. Mr. Bingley isə centilmendir. Şən, ağıllı və kamil. Mən indiyə qədər belə gözlərdalar olan gənc görməmişdim. Həm də yaraşıqlıdır. Yaxşı olar ki, kişi həmişə həm də yaraşıqlı olsun. Bir sözlə o kamilcədir. Mən ikinci dəfə qısa deyəndə o qədər sevindim ki, düzü belə bir iltifat göstərəcəyini düşünməmişdim. Doğrudan. Mən gözləmişdim. Elə bizim fərqimiz də bundadır. Sən komplimenti, tərifi təəccüblə qarşılayırsan. Amma mən isə yox. Sən o gün orada tüm qızlardan gözəldir. Bu sadəcə Bingley'nin mərhəmetindən, nəvazişindən irəli gəlməyəcək. Nəvazişindən irəli gəlməyəcək. Nə deməkdir ana? Kimə gəlir? Caroline Bingley'dən. Teyze açmalıyım. Əziz Jane, bugün mənimlə və Louisa ilə olan nahara gəlməsən, günaha batmış olacaqsan. Biz iki bacı ömrümüzün axırına qədər bir-birimizə nifrət edəcəyik. Necə deyərlər, iki qadın tək qaldısa mütləq ki dalaşmalıdır. Məktub alan kimi bizə gəlir. Qardaşım gel, zabitlərlə nahara gedir.
Səmimiyyətlə. Yılan Bingli. Başqa yerdə nahar edəcəklər. Soğuk Elif. Ana, mən katelə gedə bilərəm. Yox, əzizim. Yaxşısı budur, atla gedəsən. Axı, hava bulutludur. Elə ona görə də karet olmaz. Ola bilsin ki, akşam yağış yağsın və sən gecəni orada keçərsən. Beləliklə, sabahsı Mr. Bingley'i görə bilərsən. Yaxşı plan olardı, əgər onlar özləri deyini etmək. Əzizim, centilmenlər nahar eləməyə yəqin ki, karetinə gediblər və onların başqası da yoxdur. Ana, o soyuqlaya bilər. Ümidvaram ki, soyuqlayacaq. Təəssüf ki, anamın istəkləri bir daha reallaşır. Bir neçə saat yağan yağışdan sonra Ceynin soyuqlandığına dair məktub var. Ah, necə də şad xəbər. Buyur əzizim, dincəl. Əgər Ceyn ciddi bir xəstəlik tapsa ya da bu xəstəlikdən ölsə, heç təsəlli olar ki, hər şeyin Mr. Bingley'ə keçirməkdən ötürülür. Soyuq değmədən də heç adam ölər. Onu orada yaxşı baxacaqlar. Nə qədər ki oradadır, heç bir şey olmaz. Ah, kaş bir karet olaydı, özüm ona gidip baş çəkəydim. Mən Ceynin yanına gedirəm. Lizzie, onun bu dəqiqə bizə ehtiyacı yoxdur. Mr. Bingley və onun qayğı keşfatçıları onu orada çox yaxşı baxırlar. Elə mən sən buna görə gedirəm. Onda dayan, heç olmasa insanlar sanırım ata acımasınlar. Ehtiyac yoxdur, piyada gedəcəm. Lizzie, sən dəli olsan? Yollar dizə qədər palçıqdır. O halda gidip çatsan, sənin yüzündən belə baxmayacaqlar. Mənim oraya getməkdə tək bir məqsədim olacaq. O da Ceyni görməkdir. Mən heç vaxt onun şəhərli görüntüsünü unutmayacağam. Kimdən danışırsan? Miss Elizabeth Bennet dəhşətli görünürdü. Ətəyi bir qarış palçına baxmışdı. Hələ saçlarını demirəm. Ümumiyyətlə bura nəyə görə gəlmişdi ki? Bacısına nigarın olduğu üçün. Mən bütün bunları onun bacısına olan sevgisi ilə əlaqələndirəm. Qorxuram bu kiçik macəra Miss Elizabeth'in gözəl gözlərinizi gözünüzdən salmış olar. Mr. Darcy. Qətiyyən, uzaq yoldan gəlmişdi, gözlərim uncuk kimi parıldayırdı. Mənim Jane Bennet'ə qarşı böyük hörmətim var. Su şirin qızdır. Onun xoşbəxtliyini ürəkdən arzulayıram, amma bu cür anatayla inanıram bu mümkün olsun. Sezgin, bacısının səhəti necədir? Özünü indi necə hiss edir? İndi özümü çox yaxşı hiss edir. Sizin sayənizdə. Bunu eşitmək məni sevindirdi. Bizi deyək məktəb. Elə deyil Darcy. Bəli, əlbəttə. Miss Elizabeth, sizinlə kart oynamaq istəyirsiniz. Xeyr, kitab oxumaq. Qəribədir. O kitab oxumağı kart oynamaqdan üstündür. Görünür ki, o çox yaxşı mütaliyyəçidir. Və bundan başqa da bir peşəsi yox. Mən nə bu qədər tərifə, nə də ki bu qədər günaha layiqəm. Çox kitab oxuyan deyiləm, başqa şeylərdən də zövq alırım. Mr. Darcy, bacınıza məktub yazırsınız. Bəli. Mən onun üçün elə darıxmışam ki, onunla görkəmi, o ədaları, o yerişi, duruşu başdan ayağa tamaşadır. Ən son onu yazda görənəm. Görəsən, boyu mənim boyumdadırmı? Miss Darcy təxminən Elizabeth Bennet'lə boydaş olar. O elə gözəl və incədir ki, indi güman edirəm ki, o Pemberley ilə çox xoşbəxtdir. Pemberley aradı. Mr. Darcy'nin Derbyshire-dakı malikanəsi. İngiltərədə nə Pemberley kimi malikanə, nə də Miss Georgina Darcy qədər gözəl qız yoxdur. Biz demirəm, mən qardaşım. Mən gənc leydilərin hər hansı bir istedada və kamala çatmaq üçün göstərdikləri səylərə vari olurum. Charles, əzizim, elə bilirsən ki, bütün ledilər kamala çatır. Bəli, mən canlısı çatır.
Onlar rəqs edirlər, toxuyurlar. Ən az bir musiqi aletini çalmağı bacarırlar. Mən bunları bacarmayan leydi görməmişəm. Mən sənin fikrinə razı deyiləm, Bingley. Mənim aləmimdə qadın kamilliyi tamamilə fərqli bir şeydir. Bəli, bunlar olmalıdır. Amma mən daha vacib bir şey vurğulamaq istəyirəm. O da mütaliə etməkdir. Mən özüm hardasa 5-6 belə qadın görmüşəm. Mən də eynilə belə düşünürəm. Mən elə isə sizin 5-6 belə qadın tanımağınıza tərcümə etmirəm. Miss Elizabeth, çok oturmak insanı kümrahlıktan salır. Gelin biraz gezişelim. Mr. Darcy, siz də bizə qoşulmaq istəyirsiniz? Xeyr, qorxuram bu düzgün çıxmaz. Eşidirsiniz? Siz başa düşdük o ne demek istedi? Xeyr, amma hər ehtimalda o bizə acılanmaq istəyir. Yox əslində. Gəlin indi sizə bunu məmnuniyyətlə izah edin. Sizin burada vargə eləməyinizin iki səbəbi ola bilər. Ya bir-birinizə çox etibar edirsiniz və danışacaq mövzunuz var. Ya da ki, yeriyən zaman necə də gözəl və zərif olduğunuzun fərqindəsiniz. Birinci halda mən sizə mane olmuş olaram. İkinci halda isə buradan oturub siz deməkdən daha çox zövq alaram. Ooo, eşidirsiniz? Bizim de onu necə təkrarlanlar? Çox sadə, onu iynələyin, lağ edin. Ne danışırsınız? Mr. Darcy'ye lağ etmək olar. O çox ağıllı və kamil biridir. Üstəlik soyuqqanlıdır. Onun kimi birisine lağ etmək olmaz ki, lağ ediləsin heç nəyi də yoxdur. Bu çox qeyri-adi oldu. Mənim belə ətrafımda belə insanlar olsaydı, yəqin ürəyim çox sıxılardı. Zarafat etmək üçün çox istəyirəm. Miss Caroline mənə layiq olduğundan çox təriflədi. Amma ağıllı və müdrik insanlar, işi gücü lağ etməkdə olanların hər zaman asan bir şəkildə gülünc mərkəzinə çevrilmişdir. Əlbəttə, elə insanlar var, amma məni onlarla qarışdırdığınız üçün çox təəssüf edirəm sizə. Mənim diqqətimi insanların yöndəmsizliyi, absurd istək və hərəkətləri cəlb edir. Yəqin ki, siz onlara heç biri yoxmusunuz. Bəlkə bunlar hamımızda var. Amma mən ömrüm boyu çalışmışam ki, bu cür qüsurlardan uzaq olum. Məsələn, təkəbbürdən, qürurdan. Bəli, təkəbbür özlüyündə böyük bir nöqsandır. Amma qürur belə deyil. Ağıllı insan qüruru idarə edib, nəzarət edir. Onda belə çıxır ki, siz bütün qüsurlardan azadsınız, Mr. Darcy. Xeyr, mənim elə bir iddiam yoxdur. Əlbəttə, mənim çatışmayan cəhətlərim çoxdur. Hansı ki, mənim xasiyyətimi tünd də adlandırmalılar. Zənnimcə məni kinli, qəlbi qara da adlandırırdınız. Amma bir halda ki, biri gözümdən düşdüsə, qəlbim onunla heç vaxt barışmaz. Siz çox yaxşı seçim etmişsiniz, Mr. Darcy. Mən buna lağ edə bilmərəm. Ən azından qüsursuz olmadığınız məlum oldu. Hər kəs bir qüsura meyilli olur. Amma yeganə ailədən gəlmə qüsurlardır ki, onları dəyişmək olmur. Haladan gəlmədik. Bəli, nümunələr çoxdur. Elə Saymağa ehtiyacı var. birinci mən başlayayım. Sizin qüsurunuz hamıdan nifrət etməkdir. Sizin qüsurunuz da qəsdən hamını yanlış anlamanızdır. Mən yanlış anlayıram. Sizdən başqa kim ola bilər? Gelin biraz müzik dinleyek. Zeynep nişanlanmaz olmasına çok ters bilemesi her ağızdan belli. Ama eminim ki Elizabeth onun finale seçim olacak ve biz geceye atılmayacağız. Şükürlər olsun ki, mənim bölməyim artıq sizə problem yaratmayacaq. Rahat günlərimi geri saymada başlaya bilərəm. Bu günlərdə gənc qızlarımızın diqqətini və sevgisini zabitlərimiz cəlb edir. Onlar zahirən gümrah, yaraşıqlı və bir o qədər də centilmen olurlar. Mr. Wickham, bacımla tanış olun. Lizzie. Miss Elizabeth. Lord Wickham, sizinlə tanış olmağıma çox məmnun oldum. Mr. Wickham Londondan yədindən gəlmişdir. Təşrifinizi qəbul etdiyi üçün ona minnətdarım. Bu elemək istəyir olmalıdır. Vəzifəsi uğrun görmək istəyən gənc zabit. Vücuda yaraşıqlı səslənir. Mən müharibələri kifayət qədər sarsıcı hesab edirəm. Yaraşıqlı səslənmək deyə də bir ifadə yox. Mr. Wickham, Merton'u bəyəndiniz? Əslində bilirsiniz necədir, sizin qonaqpərvər yanaşmanız məncə Mertona qarşı daha böyük mənabəyir. Mütləq ki, bu qonaqpərvərlik çox uzun çəkməyəcək Mr. Wickham. Mr. Darcy!
Mr. Bennet'in birine bu qədər qonaqlardan yanaşması məndə təəssüf doğrudur. Buna görə söhbətimizi kəsdim. İlk təəssürat böyük olur mən. Təəssüf ki, bu məsələlər sizə çox uzaqdır Mr. Yaxşı olardı ki, bu uzaqdan siz də sayınızı göstərdiniz. Mr. Bingley, sizi burada görmək necə xoşdur. Hər vaxtınız xeyir, Miss Bennet. Siz çox ağ görünürsünüz. Təşəkkürlər. Mən biraz ağlı çatmış haldaram. Mən əslində sizə bir məlumat gətirmək üçün gəlmişdim. Mənim bacım sabah axşam izləyicdə bir bal vəzisi təşkil edəcək. Bal meclisi? Bundan daha güzel haber olmayabilir. Mən səni, yəni sizi, yəni hamınızı sabah axşam izləyicdə görəcəm, elə deyil. Biz mütləq işlə gidəcəyik Mr. Bingley. Gəl Pinky, gedək. O sadece çok utancaqlı değil, elə bu. Gel biz de əsas yola gedək. Bir de gördüm, mağazalardan birində onlarla tekrar karşılaşarız. Sizə yoldaşlıq edəcəklər. Qızlar, gəlin get. Elizabeth, yok yok sen burada kal. Müsverini kalmış şirin söhbətini koyun. Biz de Jane'in geleceğini korumak için Mr. Bingley'nin axtarışına çıxaq. Bu da mənim ailəm Mr. Wickham. Ürəyinizdən necə keçir, elə də lağa qoya bilərsiniz. Əvvəla mən özüm haqqımda belə danışmalıyım. Mən qorxuram ki, sizin qarşınızda Mr. Darcy'yə qarşı özüm çox səbir saxlar. Onun qarşısında səbirli dayanmaq çox çətin məsələdir. Elə görürəm onunla müəyyən qədər tanışlığınız var. Heç arzuladığım qədər. Amma hiss edirəm ki, sizin tanışlığınız daha uzun müddətlidir. Haqqımda bir məlumat verim ki, mənim heç çox hərbiyə marağım olmayıb. Buna məcbur edilmişim. Hal-hazırda öz kilsəmdə keşiş ola bilərdim. Əgər o mənə imkan versəydi, Necə başa düşmədim. mən hər zaman keçmişimi hatırlayanda qəmlənirəm. Bizim münasibətimiz atalarımızın əbədi dostluğundan başlayır. Mənim atam, sizin dainiz kimi məşğul olsa da, bütün işlərini kənara atarım. Mr. Darcy, Pemberley malikanəsini idarə etmək üçün kömək etdi. Biz bir ailə olmuşuq. Mərhum ölməzdən öncə vəsiyyətində mülkündən dəyərli hissəsi olan kilsəsini mənə vəsiyyət etmişdi. Amma Darcy atasının hissəni vecinə belə almadı. Kilsə başı olan kimi onu başqasına verdi. Axı niyə? Qısqanclıq. Ən başlıca səbəb qısqanclıqdır. Atası xətrimi biraz az istəsəydi, oğlu ilə münasibətlərimiz daha yaxşı ola bilərdi. Darcy, aramızdakı rəqabətdə mənim üstünlüyümü qəbul edə bilmədi. Mən bir dəfə nəzakətlə onunla danışanda öz xasiyyətini fəxrlə danışırdı və deyirdi ki, mən heç kimi bağışlaya bilmərəm. Siz dediniz ki, ailəvi dost olmuşsunuz. Bəs onun bacısıyla aranız necədir? Onun haqqında xoş sözlər deyə bilməyəcəm. O da qardaşı kimi həddən ziyadə qürurlu. Mən düşünürəm ki, Mr. Darcy o qüruruna görə sizə belə davranmamalıdır. Bu dərəcədə ifrat bir qürur insana nə kimi yaxşı addımlar attıra bilər? Əlbəttə, o məhz qürur sayəsində liberal səxavətli olur. Xeyirxahlıq göstərir, insanlara yardım edir. Çünki ortada ailənin nüfuzunu qorumaq, ailənin adına xəbər gətirməmək, bir sözlə, ailə qüruru məsələsi var. Sizi kilsə keşişi ola biləcəykən bu həyata məcbur edildiyiniz üçün çox təəssüf edirəm. Mən hər zaman çalışıram ki, bu xəyal qürurluğunu maskalayım. Amma bəzən isə gerçək mənliyimizə çıxar. Mənimlə danışarkən buna ehtiyacınız olmayacaq. Çünki səmimiyyət mənim üçün hər şeydən önəmlidir. O zaman izin verin. Bu söhbətimizin davamını bir ton digər güzel küsələrində. Sizin kimi gözəl bir xanım müşahidi ilə davam edir. Bilmirəm bu necə olur, amma məncə bəzi adamlar onların sözünü birbirine səhv çatdırmış olacaqlar. Bəzi mənfəətli adamlar bilərəkdən belə iş görürlər. İndi əziz Jane, biz bu mənfəətpərəst adamları təmizə çıxartmağa davam edirik, yoxsa kimsə bu hekayədə axır ki günlükdə çıxmış olsun? Ne kadar laf edirsənsə eləməyəsin. Amma bir fikirləş gör. Bu Mr. Darcy'ni dürüst edəcəklər. Səncə Mr. Darcy, atasının oğul bildiyi bir adama bu qədər pisliklə ətən edər? Cəmiyyətdə bu qədər hörmətlə qarşılanan bir insan belə yaramaz iş görməz, yox, bu ağlabatan deyil. Her şey bir kenara dursun. En yakın dostları bunu da görmeyebilirler.
Mr. Bailey'nin Mr. Darcy haqqında yanılmağına inanmaq asandır. Nəinki Vikamın dediklərini danmaq. Bir halda ki, onun dediklərini yalan varsa, o elə bunu Mr. Darcy özü inkar eləsin. Mən Mr. Vikam'a inanıram, yalan danışan oxşamdır. Mən cəmiyyətin bir üzvü kimi hesab edirəm ki, hamının istirahət etmək, əylənmə imkanı olmalıdır. Bircə səhər saatlarda özünə qalsa bəsdir. Mr. Bingley, bal təklifi üçün bir daha təşəkkürlər. Bugün burada olmaq bizlər üçün çox sevindirici oldu. Sevindirdiyiniz için çok hoşbəxtlik. Mr. Bailey, siz yaxşısınız, hər şey qaydasındadır. Bəli, hər şey qaydasındadır. Hətta həddindən artıq qaydasındadır. Açığı istərdim ki, bu qədər qüsursuz olmasın. Çünki belə olduqda insan hiçbir səmiyyəti, gözlənilməzliyi axtarır. Görünür, bu gecə mənim əylənizdən baş tutmayacaq. Sizə gözəl gecə arzulayır. Necə yəni, o sənə bir dəfə bir olsa dərs təklifi etmədən getmir. Bütün bunlar nə mənaya gəlir? Axı heç nə anlamadım. Çox kitab oxuyan birinə oxşamır, amma fikirləri eşq romanından bir səhifə kimi. Fikrimcə, Nəcib bir gəncin hörmətli adamlar üçün təşkil elədiyi bal məclisindən heç kimə bir ziyan gəlməz. Mən bu məclisdəki gözəl qonaqların hər birini rəqs etmək istəyərdim. Ancaq sizinlə rəqs edilməm ən böyük arzum istəyəcəm. Güman edirəm ki, bacınız Jane birinciliyi sizə verməyimi ona hörmətsizlik kimi qəbul eləməz. Mr. Collins, sizi burada görməyimə necə də şad oldum. Sizinlə çox vacib, tərəfəsi alma söhbətlərim var. Qızlar, gedin anam pisi çağırdı, gör yenə nə istəyir. Mr. Darcy, Miss Elizabeth, mənim də gözüm bir Mr. Wickham axtarırdı. o bugün burada olmayacaq. Bizneslə əlaqədar Londona gedib deyirlər. Amma əsas səbəb mənimlə burada qarşılaşmaq istəməməzdir. Yoxsa belə bir ziyafəti əsla qaçırmazdı. Miss Elizabeth, mənimlə rəqs edərsiniz? Əsnə qalsın. İstəyirmişəm. Gördüyüm qıraqda bir məhz dayanaraq məndən nefrət etməkdənsə, rəqs edərək nefrət etməyiniz daha yaxşıdır. Əlbəttə, rəqsiniz boyunca sizə qarşı duyduğum xoşuna gəlməz, sizlər barəsində məlumatlandırırım, əmin ola bilin. Rəqs zamanı hər zaman danışırsınız. Arada danışmaq lazımdır, Mr. Darcy. Amma bəzi adamlarla gəlib söhbət edərsən, danışıq mümkün qədər lazımdır. Görünür, dünənki söhbətiniz çox yaxşıdır. Lakin ehtiyatlı olun. Mr. Wickham yaxşı dostluqlar qura bilsə də, bunları saxlamaq da heç də yaxşı deyil. Bu barədə məlumatlıyam. Sizin olan dostluğun pozulması onun üçün faciəyə çevrilir. O onu ömürlük bədbəxt etmişdir. Bilmədiyiniz şeylər haqqında danışmayın. Haqqınızda o qədər çox şey Mənimlə aldığınız məlumatda bir-birinə böyük təzad təşkil edir. Buyurun. Mr. Darcy, hatırlayırsınız Nezirkdə olanda demişdiniz ki, heç kimi bacarmırsınız bağışlamağı. Bəli, belədir. Və qoymursunuz ki, heç vaxt pis zənn, səhv bir zənnə qapılasın. Qərəz gözlərinizi bağlasın. Ümid edirəm ki, belədir. Və mən düşünürəm ki, başqaları haqqında fikir yürüdən insanlar ilk öncə əmin olmalıdır ki, özləri düzgün fikir yürüdür, yoxsa yox. Mən sizə təklif edirəm ki, mənim xarakterimlə bağlı bu qədər qətiyyənətə gəlməyəsiniz. Yoxsa sonunda ikimizdən biri də məyus olar. Qorxuram ki, mənim bir də belə şansım olmasın. Yaxşı, onda mən sizi bu zövqdən məhrum etməyim. Miss Elizabeth, Mr. Darcy, mən sizə məruz etmək istədiyim başqa bir şey var. buyurun, dinləyirəm. Mən əslində, mən sizə onu demək istəyirdim ki, bugün Nezirkdəki son axşamımızdır. Sabahdan Bingley Londona, mən isə Pemberley'deki mühakimə yollarındayım. Və onu demək istəyirəm ki, Nezirkdəki qurduğumuz münasibətlər mənim üçün çox dəyərli və əzizdir. Sağ olun. Axır ki, sizin rəqsinizi izləmək şərəfinə nail oldunuz. Mr. Williams, siz necə olur ki, Mr. Darcy ilə də, Mr. Wickham'la da bu qədər yaxınsınız? Bu elə məhz onun istəyidir, madam. Mən də açıq onun sözündən çıxmağa istəmərəm. Mr. Williams, siz nə qədər müddətli Pemberley'də olacaqsınız? Darcy nə qədər müddət istəsə o qədər. O çox sadiq bir dostdur. Bilmirəm, bilirsiniz ya yox. Deyilənə görə o öz dostunu dəhşətli bir evlilikdən qurtarıb. Dost, Bingley'dən danışırsınız? Mr. Bingley olub olmadığını deyə bilmərəm. Yalan deyərəm. Bəs sizə o dedi mi nəyə görə bunu edir? Səbəb nə idi? Deyilənə görə xanımın ailəsinə dair çox böyük etirazlar var imiş. Nə kimi etiraz? Sərvətin az olmasından bağlı. Ailəsi uyğun görünmüyor. Yəni Mr. Darcy onlara ayırdı, düzdür?
Yəqin. Elizabeth, teyze eve gidip sabaha hazırlaşmalıyız. Mr. Collins daha seninle bir saat müfedik danışmak için benden icazə istedi. Tez gitmeliyiz. Ah elbette Cənab Collins. Mən əminəm ki, bizi çox məmnun olan heç etiraz eləməz. Jane, sən mənimlə gəlin, sizin işimiz var. Ana tələsmə, xahiş edirəm. Mr. Collins, üzrlü saylamam, düşünürəm ki, mənimlə təkbətə danışacaq bir sözünüz olmaz. Yox, Liz, sən nə danışırsan? Gəl sən burada otur, görə Mr. Collins'lə söhbətini elə. Gedəcək. Əziz Miss Elizabeth, əgər indi etməz eləməsəydiniz, bəlkə də gözümdə bu qədər cazibədar olmazdı. Sizinlə bu söhbət eləmək üçün mən mötəbər ananızın razılığını almışım. Söhbətimin mərzini bildiyiniz halda təbii incəliyin səbəbinə münasibət baxırsınız. Evlənməyimin bir çox səbəbi olduğu kimi, onların arasında ən əsas və məni ən dərindən təsirləndirən səbəb Lady Katerina olmuşdur. Onun ədalarını, lütfkarlığını sözlə ifadə etməkdə acizəm və bundan əlavə onu da deyim ki, mən bu evə addımı attığım ilk gündən bəri sizi özümə həyat yoldaşı kimi seçmişəm. Mr. Collins, siz çox tələsirsiniz. Nəzərə alın ki, mən sizə cavabımı verməmişəm. Məni tərif etdiyiniz komplimentlərə görə təşəkkür edirəm. Amma mənim sizin bu təklifinizə rədd cavabından başqa verəcək cavabım yoxdur. Adətən leydilər kişilərin ilk təklifinə ürəkdən sevinsələr də dildə yox cavabı verirlər. Bəzən ikinci, hətta üçüncü təklifə belə yox deyirlər. Buna görə də yox cavabınız məni qətiyyən məyus eləmir. Mən bilirəm ki, bizim nikahımız tezliklə kilsə mehrabında baş tutacaq. Mr. Collins, mənim rədd cavabım kifayət qədər ciddidir. Mən bəzi leydilər kimi ikinci təklifi gözləmirəm ki, elə leydilər həqiqətən varsa. Lady Catherine məni özü tanısaydı, bir-birimizə uyğun olmadığını özü başa düşərdi. O sizi mütləq ki bəyənəcək. Mən nə vaxtsa yenidən onu görsəm, ona sizdən, sizin gözəlliyinizdən və digər müsbət keyfiyyətlərinizdən mütləq ki bəhs edəcək. Məni bu qədər göylərə qaldırmağa ehtiyac yoxdursa, mən öz həyatımla bağlı qərarları özüm vermək istəyirəm. Sizin təklifinizə yox cavabı verərəksə çox böyük yaxşılıq edirəm. Əgər ki, nə vaxtsa Longbourn malikanəsi sizin adınıza keçsə, onu rahatlıqca istifadə edə bilərsiniz. Mən sizə səadət və rifah arzulayıram. Bu söhbəti burada bitirmiş hesab edirəm. Cavabınıza zərif cinsin xasiyyəti nöqteyi nəzərdən baxsaq, siz mənə məyusluqdan çox ümid vermiş olursunuz. Güman edirəm ki, növbət söhbətimiz zamanı sizdən pozitiv cavab ala biləcəm. Siz məni çox təəccübləndirsiniz. Mənim bir belə dediklərim hələ də sizə ümid verirsə, mən artıq bilmirəm özümü necə ifadə edim və sizə yox cavabımı qətiyyətliyini izah edim. Əvvəla mən təklifimə cavabınızı ciddi saymıram. İcazə verin, bunun səbəbləridir. Mən özümü sizə layiq olmayanlarınıza saymıram. Gərək sərvəti, gərək tutduğum mövqeni öz üstünlüyüm hesab edirəm. Üstəlik, hər tərəfli gözəllik və cazibənizə baxmayaraq, indiyə qədər heç bir evlilik təklifi almaz. Və gəliriniz də o qədər aşağıdır ki, bu sizin gözəlliyinizə və digər müsbət keyfiyyətlərinizə kölgə salır. Hətta heçə indir. Lakin bildirim ki, bu davranışlarınız sizi mənim gözümdə olduqca cazibədar edir. Mr. Collins, mən sizin kimi mötəbər bir adamın təklifini rədd etməyi cazibədarlıq sayıram. Siz məni cazibədar bir qadın kimi yox, ağıllı, məntiqli bir qız kimi qəbul edin. Dünya dağılsa belə mən sizin təklifinizi qəbul etməyəcəm. Əmin olun ki, valideynləriniz tərəfindən qəbul edilsə, sizə də təklifin mümkünsüz gəlməyəcək. Ah, Mr. Collins, əmin olun ki, mən o tərs, yelbeyin qızının adını başa qoyacağım. Dəqiq, üzr istəyirəm. Amma əgər qızınız həqiqəti dediyiniz qədər tərs və yelbeyindirsə, belə birisinin mənim kimi xoşbəxtlik sorağına çıxmış bir adamın həyat yoldaşı olmağına layiq olduğundan mən şübhəliyəm. Layiq ol, əsəbimdən necə deyəcəm? O bu qüsura ilə mən heç bir tövbə verə bilməz. Xoşbəxtliyimə heç bir tövbə verə bilməz. Mr. Collins,
siz məni çox səhv başa düşdünüz. O çox ağıllı, mötəbər, tərbiyəli, xoş xasiyyətli qızdır. Mən bu dəqiqə onunla atasıyla danışıb bu məsələni özüm həll edəcəm. Mr. Bennet, bu ağılsız kızını başa sal. O Mr. Collins'in evlilik teklifine bir mənalı yox cavab verir. Tez onu razı sal. Dilə tut. İsrar elə yoksa Mr. Collins'in birine tamamıyla taşınacaq. Sağır listini bırak. Elizabeth! Elizabeth! Kızım, seni çok vacib bir məsələdən ötürü çağırmışam. Eşitdiyimə görə Mr. Collins səninlə evlənmək istəyir, düzdür? Düzdür, ata. Və sən də onun bu təklifini rədd edəsən, hə? Elədir. Hə. Qızım, anan istəyir ki, sən Mr. Collins'in təklifini qəbul et. Düzdür mü siz benim? Hə, qəbul eləməsən, bir də onun üzünə baxmayacaq. Sən çox çətin seçim qarşısındasın, Elizabeth. Bu gündən etibarən hər iki valideynindən birinin üzünə baxa bilməyəcəksən. Əgər Mr. Collins'in bu təklifini qəbul eləməsən, anan səni danışdıran deyil. Hə, heç vaxt üzünə baxmayacaq. Yox, əgər Mr. Collins'in bu təklifini qəbul eləsən, mən sənin üzünə baxmayacağam. İcazə ver bu məsələyə bağlı lazımi qərarı mən verim. İndi isə qərarım odur ki, heç bir qızımı ərə vermirəm və oturub qəzetimi oxuyuram. James İslam, onu tezliklə Necəfində gəlin köçürəcəm. Ana, Benglilər daha nəzərdə olmayacaq. Necə yer olmayacaq? Bu səhər Miss Bingley'dən məktub almışam. Orada qeyd olunur ki, Mr. Bingley uzun müddət işi ilə bağlı bura qayıda bilməyəcək. Bir də ki, Miss Darcy ilə görüşürlər. Və artıq onu gəlinlərin anında girəcəklərini düşünürlər. Caroline belə qardaşlıq ehtiyatsızlığının fərqindədir. Amma mənim bir planım var. Nə fikir? Tez ol edəbilirsin sən. Mən Mr. Bingley'in Jane olan sevgisinə bələdəm. Buna heç kim şübhə edə bilməz, onun o xislət dolu bacıları belə. Niyə elə fikirləşirsən? Miss Caroline məni yaxını, dostu kimi görür. Bu, Mr. Bingley'in öz fikri olabilir. Sən mənə inanmalısan, Jane. Mənə qulaq. Mr. Bingley'in elədiyini bir qismini Mr. Darcy Caroline eləsəydi, sənin o sevimli rəfiqən çoxdan özünə gəlinlik sifariş vermişdi. Mr. Darcy'nin bacısıyla qardaşını evləndirərək o ikinci izdivaca yol açır. Sən niyə bunu başa düşmürsən? Bəs indi mənim qızım nə edəməlidir? London, xalan bilə gedəcəksən. Səni çoxdan da görmək istəyirlər və bayramda onunla da keçirecəksən. Mən sənin buradaca qalıb əzab çəkməyinə qarşıyam. Əziz bacım, laf deyərəm Miss Bingley ilə evləndi. Səncə bizim səadətimiz bütün bunları bilə-bilə baş tutacaq? Buna yalnızca sən özün qərar verə biləcəksən də bunun üçün də çoxlu vaxtın olacaq. Heç istəməsəm də. Mrs. Elizabeth'i qatılıram. Sən getdin çamadanını yığ, mən də öz haqları hazırlayacağım. İlahi, bu bədbəxt günün sonunda bir boş xəbər ağır yağdı. Qətiyyən başa düşürəm. Beni çağırsan, dünya dağlarında nəyəm? Keçi, məzuma, əzizim. Sənin üçün də münasibdir ki, sən qapısı açılar. Ata, məncə bu səyahət Lidiyaya uyğun deyil. Deyil. Lizi, mən fikirləşirdim ki, Berton Lidiya ütməyə alamırsan. Bilirsən, Lidiya sən getməsən çıxmazsa rahatlaşan deyil. Ata, açıq danışdığını çox istəyirəm. Amma sən onların bu özbaşınalığına son qoymalısan. Lidiya kimi, mərifət kimi dəyərlərdən uzaq bir qız günün sonunda öz adına da, bizim adımıza da ləkə qoyacaq. Ata, sən onlara indiki əyləncələrinin boş, mənasız olduğunu izah etməlisən. Yoxsa onların xasiyyəti belə də formalaşacaq. Qızım,
Yoxsa Lidiyanın axmaq hərəkətlərinə görə aşiqlərini səndən üz döndərməyindən qorxursan? Yelbeyin qohumlara dözməyə, ürəyi olmayan axmaqlara görə ağlamağa dəyməz. İndi de görün mənə, kimdə o səndən üz döndərən axmaq namizəd? Ata, məsələ bu deyil. Məsələ daha təhlükəli bir raddədədir. Belə ki, bundan Keti belə sığortalanmayın. Ata, Lidiyanın tökdüyünü Keti yığar. Sən buna bir şey eləməlisən. Sən həqiqətən də düşünürsən ki, günün sonunda onlar bizim adımıza ləkə gətirməyəcək. Qızım, mən 100% arxayınam ki, sən və sənin bacın Ceyn getdiyiniz hər yerdə hörmətlə qarşılayacaqsınız. Lidiyaya gəldikdə isə Mr. Foster ciddi adamdır. İnanmıram ki, ona elə imkan verir. Həmçinin qızımın elə güclü bir imkanı da yoxdur ki, zəhir meyilinə düşən gənc zabitləri cəlb edəbilsin. Ona görə də narahat olmağa ehtiyac yoxdur. Heç bir problem baş verməyəcək. Yaxşı, ata, necə deyirsən sən? Üzülürsən, sən məni vermək istəməzdin. Biz də bitirirdik indi Şarlot. Gəl buyur et. Mən isə gedib kitabxanada kitabımı oxuyum. Onsuz da bu gün bəs gələr məni yordunuz. Charlotte, sən elə bil məndən əvvəl daxil üçün gəlməlisən. Sən çox narahat görürsən ki, şeylər. Yox, Lizzie. Birbaşa məktəbə keçəcəm. Mən Mr. Collins'in izdivacını qəbul etmişim. Charlotte, bu qasın zarafat edirsən? Bilirdim ki, qəbul etməyəcəksən. Niyə bu qədər təcrübələndin axı? Sən hər baxımdan yetərsiz gördüyün birini mən bəyənə bilməzdim. Charlotte, Lucas, bilirsən ki, mən bunu demək istəmirəm. Lizzie, bax, mən romantik biri deyiləm. Artıq 27 yaşım var. Ailəmə yük olduğunu düşünürəm. Milyonlarca sərvətim də yoxdur. Tək istəyi bir yuva, idarə ediləcək bir həyat yoldadır. Mr. Collins ise bunu mənə bəxş edəcək bir insandır. Lizzie, nə olar, mənə insaf etmə. Mən səndən qərəzli yanaşmayacağam. Sadəcə mən öz dostumu Mr. Collins'e yaraşdırmayacaqlarını çox sevirəm. Mənə nəzərə ziyarətini görərsən. Əlini nəzərə alanda biraz da tərəddüd etsəm də mütləq ki, gələcəm. Amma çalış gözünə məxsus bir otağım olsun. Mr. Collins'in bitmək bilməyən mühazirələrində sən ona ehtiyac var. Mr. Darcy, Miss Elizabeth, burada olmanızı təxmin etmişdim. mən də sizin London'da olduğunuzu təxmin edirdim. Bəli, dünənə qədər oradaydım. Elə isə bacım Jane'i görmüş olarsınız. Bir neçə aydır ki, London'da. Xeyr, rastlaşmamışam. Mən artıq bu izdiraba dözə bilmirəm Miss Elizabeth. Ötən 3 ay mənim üçün cəhənnəm əzabından da betər idi. Mən inancıma, ailəmin düşüncələrinə, hər şeyi yerinə qoyaraq, ailənizin səviyyəsinə, ailənizin ünvanına və hər şeyi göz ardı edərək sizdən mağluba son verməyi xahiş edirəm. Mən sizi başa düşmürəm, Mr. Darcy. Mən sizə aşiq olmuşam Miss Elizabeth. Mr. Darcy, baxın, belə hallarda qarşı tərəf istəmirəm. Məmnuniyyət duymaq lazımdır, amma mən təəssüf ki, sizə qarşılıq edirəm. Sizin sevginizi qazanmaq üçün çabalamayan birisi olaraq sizi heç vaxt yalvarmaq istəmədim. Amma bir halda ki, qərar vermişəm. Ümid edirəm ki, siz sevginizə mane olan fikirləriniz sizə bu yolda təsdiq tapar. Məni yalnız bu cavabını gördünüz. Bəli, sir. Onda həddinizə sığınaraq, mən cavabınızın səbəbini öyrənmək istəyirəm. Amma mən də sizə, arzunuza, məntinizə, istəklərinizə zidd olan bir etirafla şəxsimi nəyə görə təqdir etdiyinizi soruşmaq istəyirəm. Xeyr, inanın, Mənə bunu fikirləşdirəcək başqa səbəblər də var. hansı səbəblər? Siz doğrudan da düşünürsünüz ki, mənim bacımın səadətinə qənim kəsilən bir adamın təklifinə hər cavab verəcəm? İnkar edirsiniz, Mr. Darcy. Siz bir-birini sevən iki gənci ayıraraq onları böyük bir əzaba düçar etmişsiniz. Bunu inkar edə bilməzsiniz, Mr. Darcy. Buna cəsarətiniz çatmaz. Siz Jane'in London'da olduğunu bilirdiniz. Bunu inkar etmirəm. Mən hər şeydən xəbərdar idim. Və bunu bilik istəyən Miss Bennetdən gizlətmişik. Charles'dan gizləmişik. Çünki mən dostumu özümdən də çox istəyirəm. Siz dostunuzun taleyi ilə oynamısınız. Mən onları yaxından izlədim. Dostum Bingley artıq bacımıza çoxdan aşıq olmuşdu.
Lakin bacınızın davranışlarında nəzakətdən savayı xüsusi bir sevgi nişanəsi yox idi. Çünki o çox utangaçdır. Bildi də həmsini. Bu da onu sevmədiyini inandı. Onu buna siz anlandırmışsınız. Buna siz inandırmışsınız. Mən həqiqətən nə deyəcəyimi bilmirəm. Bir sual soruşmaq istəyirəm. Bu hisslərinizdə Mr. Bingley'nin sərvətinin payı var idi? Xeyr, əlbəttə yox. Bu evlilik daha çox sizin xeyriniz olardı. Nə kimi bir xeyir? Jane'in hansı hərəkəti sizə bunu düşünməyə vadar edir? Xeyr, məsələ bu deyil, məsələ ailənizdir. Ailə, Mr. Bingley çox da bunu vecinə alamamışam. Əksinə, daha da artıqdır. Ananızın aşağı təbəqədən olması özlüyündə bir problemdir. Üç kişilik bacınızın və atanızın vulqarlığı isə... Atamın vulqarlığı. Bəli, hər kəsə məlumdur ki, sizin ailəniz cəmiyyətdə hansı təbəqədədir. Əgər qürurunuz sizə icazə verməsə... Mənim qürurum? Onda məni bağışlaya bilərsiniz. Siz bu təklifi hansı formada da eləsəydiniz, mən onu qəbul etməyəcəkdim. Sizi tanıdığım ilk gündən bəri ədalarınız, lovğa və nəzakətsiz rəftarlarınız məndə çox pis təəssürat yaradırmışdır, Darcy. Bu dünyada bircə siz də qalsaydınız, mən sizin təklifinizi əsla qəbul etməzdim. Məni əhv edin, Elizabeth. Sizin vaxtınızı apardığınız üçün bağışlayın. Amma sizdən son bir xahişim var. Bu məktubu alıb oxuyasınız. Və narahat olmayın, onun içində sizdə icra hissi olacaq etibarnamə yoxdur. Sağ olun. Bu məktubda qeyd olunub ki, Miss Elizabeth, yolda rastıma bacınız Ketli çıxdı və ağlayaraq bu məktubu sizə verməyimi istədi. ilk öncə mən sizin məktubunuzu oxumalıyam, elə sizin yanınızda oxuyacağım. Bu məktubu sizə özümü müdafiə etmək üçün deyil, bəzi yanlış anlaşılmaları aydınlaşdırmaq üçün yazdım. Mənim xarakterim çox zaman insanlara soyuq və qürurlu görünə bilər, lakin hisslərim düşündüyünüz qədər laqeyd deyil. Cənab Wickham haqqında söylənləri hamısı həqiqəti əks etdirmir. Mərhum atam ona böyük qayğı göstərmiş, gələcəyi üçün imkan yaratmışdı. Bu məlumdur, bundan xəbərim var. Daha vacib bir səbəbə görə bu mövzuda susa bilmirəm. Bacım Georgiana çox gənc və təcrübəsiz olduğu bir vaxtda Wickham ona yaxınlaşmışdı və mən onun niyyətini səmimi olmadığını anlayıb müdaxilə etdim. Gerçəkdir. Necə dəqiq, yəqin ki, Jane. Miss Elizabeth, nə baş verib, yaxşısınız? Mən Londona tələsməliyəm. Miss Elizabeth, sakitləşin, mənə nə baş verdiyini deyin. Məktub Jane'dən gəldi. O kiçik bacımın Wickham'dan qaçdığını deyir. Onun nə yaxşı əlaqələri, nə yaxşı tanışları var. Pulu da yoxdur. Bu məlumat dəqiqdir ki. Bəli, dəqiqdir. Atamla daim hal-hazırda Londonda onu axtarırlar, amma mənim heç bir ümidim yox. Mən bacımı sonsuza dək giderlər. Mən çox təəssüf edirəm Miss Elizabeth. Bu halda mənim deyəcək heç bir şeyim yoxdur. Bircə bu məsələmi gizli saxlayın, xahiş edirəm. Narahat olmamışsınız. Sağ olun. Xahiş edirəm, özünə gəl. Mən necə sakitləşməyim? Mənim axım oldu. Saf qızım anasını görmək olasınız. İlahi, mənim günahım nə idi? Mən qızlarımın xoşbəxt səadətindən başqa nə arzulamışdım Allah? İndi isə hamısı bədbəxt oldu. Bir də bizim qapımıza heç kim elçi gəlməyəcək. Buyurun, almışlar axı elədi. Daha olmayacaq. Ana, mətanət və səbir izdiramı düşmənidir. Üstündən yaşlı sürməyəcək. Ya da ki bizi düşün, sən təkcə də canlısı deyilsən. Bu həyatda əqər, ərkam hər şeydən önəmlidir. Sən də bunu yaxşı öyrənmiş olursun. İndi bizdə heç o da qalmayıb. Xəbərlər yaxşıdır. Amma sən çox ümidsiz görünürsən ata.
Məktub Mr. Wickham'dandır və məktubda deyilir ki, görünür Mr. Wickham bacınızla evlənməyə razılıq verir. Lakin müəyyən şərtlər daxilində Əlbəttə ki, o bunu eləyəcəkdir. ölümümdən sonra sərvətimlə ilə 100 pound istəyir. Elə bu videonun olacaq bilmirəm. Bununla kifayətlənir. Mümkün deyil. Sözün düzü mən də Mr. Wickham'dan daha yüksək bir məbləğ gözləmişdim. Lakin görünür o bununla kifayətlənir. Dayınız mənə əlavə bir məbləğ kəsməsə də, indi Tanrı bilir ki, mən ona nə qədər borcluyam. Onda təhlükə bitdi deyə bilərik. Demək olar ki, amma bugündən etibarən bu evin içində, nə yan yörəsində, nə iki zabitin kəlməsi özü belə keçməyəcək. Bazı ziyafətlərinə isə müəyyən qədər fasilə verir. Əgər 10 il ərzində özü yaxşı yaparsan, bu haqda bir daha fikirləşə bilərəm. Mr. Bennet, onda bu deməkdir ki, Lydia bugün yola düşüb bizi ziyarətə gələcəkdir. Vay, biz heç bir hazırlığa eləməmişik. Yeznəmsi bugün də evdə anlaşıq yazıyor. Elə o cürə yeznəyə bu cürə qayıtdı. Hoş geldin kızım. Hoş gördük ana. Vallahi buradan genelde hiç ağlıma bile gelmezdi ki. Burak erli kadın kimi kaynatma. Git. Biz onu zimredici heyretle ve kıskançlıkla baktığını görmemizde. Ana. Digerim. Hep nece oğlandı. Bacılarımın medresede pardonu bilirim. Yaş olmalı değil onu görebilseydiler. Hiç yorahamlıkla gelebilmez. Düz deyirsən, amma əzizim, sənin oraya getməyin mənim heç xoşuma gəlmədi. Məgər bu elə vacib idi? Əlbəttə. Burada ne var ki? Ben isterim ki bacılarım da oraya gelsinler. Orada çok güzel bal meclisleri geçirilecek. Kış geçince onlara da erkekler. Çox sağ ol, amma mən sənin şundan nerə getmək istəyirəm. Ama ben seninle küçük bir sohbet yaparmak isterim. Ama bize icazə verin. Bilirim ki senin vaxtıyla uyutma karşı hislerin. Şimdi beni kıskanmalısın. Əmin ol ki, Necə olmayasa ki dünyanın en yaxşı kişisidir. salamı belə güzel. Adətən mən sənə duymalam. Mən soruşmamışam axı. Demək toyum o qədər möhtəşəm, o qədər gözəl keçdi ki. Dayım, yoldaşı, hətta o qaraqabaq uzun boylu gənc babaydı. Mr. Darcy'la danışırsan sən? Ups! Bunu deməməliydim. Mr. Darcy sən toyunda iştirak edin. Təkcə iştirak etməklə qalmır ki. Bizi tapanda, nikahımızı qıyanda, Wickham istədiyim evləri verəndirlə o ildi. Hansı ki onu? Elizabeth, xahiş edirəm bunu heç kimə demə. Xahiş edirəm. Əsas da Wickham-a. Wickham! Yuxarı pəncərədə fayton gördüm. Baxın, Mr. Bingley və onun dostu bizim evə tərəf gəlir. İlahi, yeznəmizdən sonra Mr. Bingley'i də bu xarabayla qonaq getirmək mümkün deyil. Yok, belə olmaz. Biz pəncərədən görünə bilərik. İşıqları söndürün. Hoş geldiniz. Buyurun eğleşin. Mr. Bingley, sizi son sefeden sonra yeniden bir torba görmek nece de hoştur. Ne olarak neçə gün qalacaksınız? Lütfen. Bunu eşitmek çok hoş oldu Mr. Bingley. Bəs ne olar? Bacınız da sizinle gəlir. Miss Bingley Frana'nın havasını sevmedi gibi. O niye benim sorularıma cevap verir? Mr. Bingley, gəlişinizin səbəbini öyrənmək olar. Biz ona görə gəldik ki, Buna
belə danışmışdı. Necə danışmışdı? Gələcəkdir, oturacaqdı, sən də söhbətə başlayacaq. Mən ona olan səninlə danışacaqdım. Sən bir an gözəl gözlərinə başlayıb, yəni sən. Sən birinci söhbətə cümlə qurmaqdan başla. Mən çox həyəcanlıyam. Neydi? Özünə al, sakitləş, onun gözlərinə bax, eşqini itiraf elə. Belə asan gedəsin elə. Amma dayan. Nə edəsən ki? Həm də sənin kimi yox ki. Çox sağ olun, bugünlük görüş bu qədər. Axı necə gəlmişdiniz? Heç nə demədən üzümüzə baxıb getdilər. Mister Bingley öhdəsindən gəlməyim üçün son dəfə görməyim kifayət elədi. Bir daha anladım, bizim fərqli baxışlarımız var. Onun baxış bucağını sadəcə sən olduğunu nəzərə alsaq düzgürsən. Lizzie, artıq təhlükədə olduğumu düşünə bilməzsən. Artıq daha böyük təhlükədəsən. Baxışlarının bir saniyə belə olsa səndən ayıra bilməyən bir gəncin mən eşqini artıq təsəvvür edirəm. Baxın, onlar geri qayıdırlar. Kim var? Mən o dəfə təkdir. Ya hamınız söyle. Ya bu sefer de heç nə deməyim yüzünüzə lan kimi donub baxsaq. Biz tərcüməkçisi də yanında deyilik. Hamınız söyle. Sizi sonuncu defa gençliğinizden sonra yeniden bir topu görmek necə də hoşdur Mr. Bingley. Nəzakət sizə görə minnətdaram, xanım Bentley. Amma mən bayaq Zeynəb bir söz demək üçün gəldim. Lafımı unutdum. Əlbəttə, siz ikilikdən ürəyinizcə danışın. Gedək, Mr. Mister, Bingley. mən ötən zaman əslində nəticəyə gəlmişəm ki, Aha, əslində ötən zaman yox, bütün zaman əslində düşünmüşəm ki, bəli. mən sizi görəndə danışa bilmirəm. Nə deyəcəyimi mən sizi sevirəm. Mənimlə evlənərsiniz. Bəli, milyonlar dəfə bəli. Mən Mister Bentley adından onun yanına gedim. Özüm istedası olmadan. Çox səlis, aydın və gözəl şəkildə mən həqiqət ana bilmirəm. Deyil, mənim sənə danışmaq istədiyim o qədər çox şey var ki. Mister Dice haqqında deyil. Mən onu burada görəndə çox təəccübləndim. Hələ o özündəki gülüş, nəvaziş, heç gözləmədiyim şey idi. Mən onu o qədər səhv tanımışam ki və onu tanımamaq üçün o qədər çabalamışam ki. Amma artıq hər şey üçün çox gecdir. Bildi? Axı sən ona nifrət edirdin. Elizabeth, sen görmek isteyen bir qadın var. Oldukça görkemli biridir. Ona göre düşündüm ki səhv Elizabeth aktarmış olar. Ama düzgün. Catherine'dir. Mr. Darcy'nin halası, Mr. Collins'in ise himayedar. Hakkında eşitmemiş olmaz mı? Eşitmişəm madam. Ona gəlişinin səbəbini də bilirsən deyə güman edirəm. Hayır madam. Mənim bunda nəyə görə şərəfləndirdiyiniz haqqında bir xəbərəm. Bir neçə gün öncə inanmaqda əziyyət çəkdiyi bir xəbər eşitmişəm. Bu xəbərin mənimlə nə kimi əlaqəsi ola bilər? Yaşınıza görə fikirlərinizi çox aydın ifadə edirsiniz gençlər. Amma bu yaxşı bir şeydir. Aramızdakı bu anlaşılmazlıq tez son qoyacaq kimi görünür. Bir neçə gün öncə bacım oğluyla sizin nişanlandığınıza dair bir şair duymuşam. Bunun mənasız və bir o qədər də imkansız bir dedikodu olduğunu təsdiq edəməsəm də fərqindəyim. Lady Catherine, siz nəyə görə mənasız bir söz söhbət üstündən bura təşrif buyurasınız? Məqsədim sizin bu xəbəri tam təksib etmənizdir. Bacım oğlu sizə təklif etməyib, belə deyilmi? Siz axı özünüz dediniz, bu mümkünsüz. Mütləq ki belə olmalıdır. Amma görünür, işvəniz onu yoldan çıxarır. Torunuza salmaq niyyətindəsiz. Bunu eləsəm də etiraf etməzdim. Miss Bennet, siz bilirsinizmi həkiməm? Qoymaram mənimlə belə danışasınız. Mən Mr. Darcy'nin həyatda olan ən yaxın qohumuyam və onun fikirlərini haqqım var. Amma mənim fikirlərimə haqqım çatır. Sizin fikirlə açıq danışacağım. Mr. Darcy mənim qızımla nişanlanır. Bu onlar körpə olarkən mən və bacım arasında verilmiş bir qərar, bir arzudur. İndi isə bizə tay olmayan bir qız gəlir və bu arzumun yolunu kəsir. Sizin sözləşmənizdə nə olacağı məni maraqlandırmır. Miss Bennet, sizinlə axırıncı dəfə soruşacağım. Mr. Darcy sizə nişanlı təklif eləyib. Lap yaxşı.
İndi söz verin ki, nişanlısınız, oynayabilirsiniz. Mən elə bir şey heç vaxt eləmədim. Miss Bennet, siz necə də inatçıkar, necə də məsuliyyətsizsiniz, heç mi anlamırsınız? Kiçik bazınızın rüsvayçılığından sonra mən sizin ikinizin gəlin gətirib, hem də evdə kimi səxavətli bir yerinizi çirkləndirim. Lady Catherine, siz məni kifayət qədər təhqir elədiniz. Zəhmət olmasa evinizə. Yəni, Mr. Darcy özünü salmaqda israrlısan. Mən bu haqda bir daha danışmayacağım. Zəhmət olmasa evinizə qayıdın. Mən hələ bu qədər hörmətsizlik görməmişdim. İcazə verib bu gənc xanımla elə mən özüm danışım. Siz burada vaxt bitirməyin. Həm də Mr. Darcy sizi burada görsə, xoş qarşılamaz. Benetlərin qulluqçusu sizi arabaya binib müşayiət edəcəkdir. Bəli, Mr. Darcy aşağıdadır. O hələ getməyib. Ancaq ona qədər sizinlə danışmaq istədiyim daha mühüm məsələlər var. Əgər bu mövzumuz sizin tezliklə gəliniz olacaq olan Jane-i əhatə edirsə, buyurun dinləyirəm. Tam da sizdən gözlənildiyi kimi. Bacısı üçün hər şeyə hazır olan kiçik Miss Bennet. Siz onun üçün heç nəyi görməyə, heç nəyi eşitməyə hazırsınız. Ancaq sizə bunu deyim, xanım. Sizin bu hərəkətiniz, bu xasiyyətiniz məndə həm qəzəb, həm də həsəd tutur. Qəzəb başa düşüləndir, amma həsəd məni təəccübləndirsiniz. Qəzəb ona görə ki, əgər siz olmasaydınız, mən öz qardaşımın taleyini öz əllərimlə məhv etmiş olacaqdım. Həsəd ona görə ki, siz məndən fərqli olaraq öz bacınızın nəyi sevdiyini, nəyi istədiyini, nəyə çalışdığını, onun üçün nəyin yaxşı olduğunu çox yaxşı anlayırsınız və onun üçün doğru qərarlar verirsiniz. Ancaq mən bilərəkdən öz qardaşımın taleyi ilə oynadım. Az qalsın onun səadətini əlindən aldım. Mən indi Charles'ın üzünə baxmağa utanıram. Ona görə yox ki, Charles mənə qarşı kinlidir. Əksinə, o indi hər şeyi bilsə də, etdiklərimin fərqinə varsa da, yenə də ilk günkü kimi eyni şəfqətlə, eyni sevgi ilə, eyni saf qəlblə mənə yanaşır. Eyni ilə cinin kimi. Mən etdiyim aydınlığın fərqindəyəm və bu yaxşılığı sizə etmək mənim qardaşıma olan sədaqət borcumdur. Bəs bu yaxşılıqda məqsədiniz nədir? Aman Allahım, hər şey deməliyəm. Miss Bennet, siz vaxt bitirirsiniz, Mr. Darcy gedir. Həm də sizə belə deyim. Bu dəfə getməmişdən öncə bir məsləhətini alın. Bu dəfə daha müasir bir nəqliyyat üsulu seçin. Nə də olsa digərləri mənim kimi sizin o iyrənc və çirkin ətəklərinizi görürsə dözə bilməz. Miss Elizabeth Bennet, sizi gördüğüme çok xoşbəxtəm. Yox, nə bilirsən, bəlkə səni gördüğüme xoşbəxt deyil. Miss Elizabeth Bennet, siz məni alçaltmadığınız qədər cömərtsiniz. Öyrənmək istərdim ki, bu zaman ərzində mənə qarşı olan hissləriniz dəyişibmi? Mən nətərəm eləməli? Əlbəttə məni ciddiyə almayacaq. Sakitləş Darcy, özünə gəl. Miss Elizabeth, bunu bilin ki, mən səni əbədiyyətli qədər sevəcəyəm. Axı, bu nə cümlədir? Yox, namazdadır. Miss Elizabeth. Mən sizin mamanda olduğunuzu düşünürdüm. Bəli, dönənə qədər elə olmaya siz mənə axtarırdınız. Yox, mən yerimək istəyirəm. Bilirəm. Bugün gəzmək üçün hava çox gözəldir. Olar mən də sizə xoşum. Mr. Darcy, bunların hamısı bir bəhanədir. Mən sizin zavallı bacım üçün etdikləriniz üçün təşəkkür etməyə gəldim. Etdiklərinizdən sonra məndə sizə qarşı sonsuz bir rəğbət hissi oyandı. Miss Elizabeth, məni bağışlayın.
Mən çox çalışmışdım ki, bundan xəbəriniz olmasın. İzin verin, mən təsdiq edirəm. Ailəm üçün uzlaşdığınız çətinlikləri mən təxmin edə bilirəm. Bennetlər sizə çox şey verir. Xeyr, hal ki bu yerə gəlib, Bennetlər mənə heç nə borclu deyil və bunu təkcə ailənizin ifade üçün etmədim. Həm də sizin üçün etdim. Sizin xoşbəxtliyiniz üçün. Mən üçün? Bəli, əslində bilirsiniz Miss Elizabeth, son etirafından bəri bu günə qədər çox şey dəyişdi. Amma dəyişməyən bir şey var, o da mənim sizə olan sevgimdir. Və sizin bir sözünüzlə bu sevgi mənimlə əbədiyyətə qərb olmalıdır, şübhəniz olmasın. Mr. Darcy, siz doğrudan da əmin idiniz ki, mən həmin gün sizin təklifinizi qəbul edəcəm? Əslinə qalsa, mən elə hesab edirdim ki, siz həsrətlə gözləyirsiniz. Amma mən o gün sizə dediyim sözlərə görə özümü heç vaxt bağışlamayacağım və sizin tənbeyinizi əsla unutmayacağım. Təklifi hansı formada etsəniz, mən onu qəbul etməyəcəm. Xahiş edirəm, o günü mənə hatırlatmayın. Xəcalətimdən yerə girmək istəyirəm. Mr. Darcy, səmimiyyətinə inanın. Mən heç vaxt sizi qırmaq, sizin qəlbinizi qırmaq istəməmişəm. Yəqin ki, o söhbətdən sonra məni görən gözünüz yox. Yox, əslində bəli, birinci əsəbi idi. Amma sonralar bu əsəbimi özümə yönləndirdim. Və bunun haqqında çox şey düşündüm. Və sadəcə sizdən tək istəyim budur, Miss Elizabeth. Gözlərinizdəki nifrəti sonlandırıb, mənə sevgi ilə baxmalısınız. Mr. Darcy, mən o gün söylədiyim bütün sözlər zehnimdə, qəlbimdə tamamilə fərqlənir. Miss Catherine'dən eşitmişdim. Lakin gəlib öz gözlərimlə görmək istədim. Həmçinin ilkdən üzr istəmək istədim. Sizin Nezirfutda qalma məqsədiniz buydu? Bəli. Bəs siz indi Lady Catherine'ə onun xəyallarını puc edəcək bu reallığı nə vaxt edəcəksiniz? Mənim demək istədiyim sadəcə bir şey var, Miss Elizabeth. Siz mənim ruhumu, gözlərimi, qəlbimi olsunlamışsınız. Mən sadəcə sizə bir şey demək istəyirəm. Mən sizi sevirəm, sevirəm. Jane, mən onu Bingley'dən də çox istəyirəm. Ümid edirəm ki, buna inciməsin. Biraz ciddi ol Lizzy. Sən sevinmədin elə bir. Ciddisən? Mənə bundan daha çox heç də sevindirə bilməzdi. Nə bilməm, sansın danış, düz ol. Lizzy, de görüm onu da vaxtdan sevirsən. Kimin aklına gelir? Sen çok bəxtəvər olacaqsan kızım. Mr. Darcy elə cazibeli, suyu şirin oğlandı ki. De görürsün, de görülmez yerler bakayım. Günü sabahını beyan edeyim. Əgər Meria'dakı tehlisi varsa göndərin gəlsin. Qızım, mən ona razılığımı etmişəm. O sənə çox yaxşı ər olacaq. Sonsuz və qarşılıqlı olan hörmətli sevginiz daimi olsun. Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm tamaşamızı bəyəndiniz. Aktyorlarımızı yavaş-yavaş dəvət edək. Tamaşanı idarə edirdi koordinator İlahə Əliyeva. İşıq rejissoru Ayan Namazlı, Yaman Həsənova. Səs rejissoru Bəyəktanur Abbaşova. Bizim əziz suflörümüz Turac Ağazadə. Geyim rejissoru Rövşanə Şeyzadə.
Aygün Şəhmədova, Nurlana Əliyeva burada əyləşiklər izləyir. Afsiyan İsmət Ağazadə. Lady Catherine Zöhrə Baydullayeva. Binti Aysun Əliyeva. Cənab Binti Amar Qəmbərov. Cənab Darfi Nail Rüstəmzadə. Bitir Elgün Abdullayev. William Nihat Cabbarov. Öncelikle hamının sesi daha da artada. Collins Ebifet Hamdi. Carlos Rövşani Hüseyinzade. Lidya Türkan Əlizade. Katie Sebane Sazade. Mary Röya Əhmədova. Elizabeth Aysel Mamafova. Jane Güney Bəşirova. Xanım Bennett Leyla Qaparova. Cənab Bennett Ruslan Rəcəbli. Tamaşanın rejissoru Aysun Əliyeva. Tamaşanın bədii rəhbəri və ssenaristi Aysel Manafova. Teatr qrupunun bədii rəhbəri və sədri Aytat Şükrü. Ümid edirik tamaşamızı bəyəndiniz, ürəyinizcə oldu. Çox sağ olun. Və bu semestrin ilk tamaşası, son tamaşası inşallah sabah musiqili komediya olacaq bu zalda saat 4-də Durna musiqili komediyası. Mahnılar oxunacaq, yox güləcək, əylənəcək, hər birinizi yerə gözləyirik. Və bir şeyi nəzərinizə çatdırmaq istəyirəm. Səhifəmizin paylaşımımız düzdür. Amma onu da vurgulamaq istəyirəm ki, bu semestr biz Mədəniyyət Üzrə Sənət Universitetində yarışmada iştirak elədik. Keçən semestr qoyduğumuz Hamlet tamaşası ilə və mehman buradadırsa Sağdan sağdan. 12 Universitet üzrə və 12 universitet arasında ən yaxşı kişi nominasiyasının qalibi oldu. Bizim universitetimizdə belə bir mükafat gətirdi. Mehmanı və digər Hamlet trupasını da təbrik edirəm bir daha. İnşallah uğurlarınız daha da bol olsun. Görüşmək üzere.